Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin ölkə daxilində yayılmasının qarşısı alınıb. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qaradağ və Nərimanov rayonlarında keçirilmiş əməliyyat zamanı əvvəllər məhkum olunmuş 32 yaşlı Orxan Kazımov və 31 yaşlı Sadıq Musayev saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıkları İran vətəndaşlarının göstərişləri ilə Astara və Lənkərandan paytaxta gətiriblər. Mənim tutaq sizə məxsusdur. Bəli, mənim məxsus. Kimlərlə eləmişsiniz? Tanımadı bir İran vətəndaşı. Sosial şəbəkədə tanış olub, konu atmışdı. Deməlidir ki, belə bir iş var, bu verəyəm sənə, götürəsən oradan Lənkəran yolu üstündə. Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.